Davam edirik. Deyir ki, bir cism maqnit sahəsində yerləşmiş düz cərəyanlı naqilə təsir göstərən amper qüvvəsinin istiqaməti verilib, həmin sahənin induksiya vektoru hansı istiqamətdə yönəlmişdir? Biz bilirik ki, deməli, amper qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. Biz sol əlimizi elə tutmalıyıq ki, maqnit induksiya vektorları ovcumuza perpendikulyar istiqamətdə daxil olsun. Onda 4 barmağımız i cərəyan şiddətini, baş barmağımız isə amper qüvvəsinin istiqamətini göstərəcək. Və sol əlinizi tutub, bu deyilən qayda əsasında yazsanız, burada deməli, B induksiya vektorları belə bu şəkildə müstəvidə aşağıya doğru yönəlmiş olacaq. Ona görə düzgün cavab variantımız Y variantı olur. Daha sonra 43-ə baxırıq. 43-də deyir ki, qrafik verilmiş kütləli ideal qazda gedən hansı prosesə uyğundur? Qrafika baxıram ki, qrafik T-nin azaldığı, P-nin isə sabit qaldığı bir qrafikdir. Əgər T azalırsa, deməli soyuma prosesidir. P konstantdırsa, deməli bu izobar prosesdir. Onda izobar soymaya uyğun gəlir. Düzgün cavab olur B variantı. 44-də baxıram. 44-də bizə nə deyir? Deyir ki, ringin tarazlıqda qalması üçün ipin sərbəst ucuna hansı F qüvvəsini təsir etmək lazımdır? Lingin və blokun kütləsi nəzərə alınmır. Bölgülər arasındakı məsafə eynidir. Deməli, biz lingi çəksiz ling kimi qəbul edirik. Ona gəlin belə eləyək. Burada bu blokun ucunda F qüvvəsi varsa, eyni ip olduğu üçün digər tərəfdə də, burada da F qüvvəsi olacaq. Bu 2F qüvvəsi aşağıdakı ip tərəfindən saxlanılır, onda 2F olur. Digər tərəfdən 6 kiloqram kütləli cismə aşağıya doğru 60 newtonluq bir ağırlıq qüvvəsi təsir göstərir. Onda momentlər qaydasını tətbiq edək. Momentlər qaydasına görə cismi saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəmi saat əqrəbinin əksinə fırladan qüvvələrin momentləri cəminə bərabər olmalıdır. Fikir verirsinizsə, burada 2F qüvvəsi cismi dayaq ətrafında saat əqrəbinin əksinə, 60 newton isə onu saat əqrəbinin istiqamətində fırladır. 60 newtonun qüvvə qolu 1 damadır, buradan görürsünüz. 2F'in qüvvə qolu isə dayağa qədər 3 damadır. Onda yazıram ki, 60 vur 1 bərabərdir 2F vurulsun 3. Buradan tapırıq ki, F'in qiyməti 10 newtona bərabərdir. Olur C variantı. 45-ci suala baxırıq. Deyir, eyni yaylarda həcmləri göstərilmiş bərabər kütləli 3 kürə asılmışdır. Kürələr suya tam batdıqda yayların mütləq uzamaları arasında hansı münasibət doğrudur? Deməli, bu yaylar suyun içərisindədirsə, həmin yaylar, belə deyək ki, aşağıya doğru dartılmış vəziyyətdə qalır. V, 2V və digər 2V həcmli cisimlər tərəfindən dartılır. Dartılan zaman buna əks istiqamətdə bir elastiklik qüvvəsi təsir göstərir. Digər tərəfdən bu cisimlər deməli tam batıblar, suyun içərisinə tam batıblar. Onda bunlar əks istiqamətdə bir də Arximед qüvvəsi təsir göstərir. Aşağıya doğru isə bunun mc qədərlik bir ağırlığı var. Eyni yaylardır. Deməli K sabitdir. Həcmlərini verib bərabər kütləlidirlər. Deməli M-lər də sabitdir. M-lər də sabitdirsə, deməli bunlara təsir göstərən ağırlıq qüvvələri də bərabər olacaq. Hər birinə eyni qədərlik ağırlıq qüvvəsi təsir göstərəcək. Onda biz nə yazmalıyıq? Sistem sükunətdədir və tarazlıqdadır da, yəni. Onda hərəkət tənliyini yazsam, F Arximed üstə gəlinsin, F elastik bərabərdir, mc şəklində ifadə olunacaq. Buradan dedik ki, mc'lər bərabərdir. Arximed qüvvəsi də cismin mayeyə batan hissəsinin həcmindən asılıdır. Cisimlər mayeyə tam batıblar. Deməli, birincinin həcmi V, digərlərinin həcmi isə 2V'dir. Onda mən belə eləyə bilərəm. Buradan məndən nəyi soruşur? X-ləri soruşmur, uzanmaları. Mən buradan F elastikini tapıram. F elastik bərabərdir, mc çıxılsın F Arximed. F elastik də Kx-dir. Kx bərabərdir, mc çıxılsın rho V batan J. Baxın, birinci üçün yazıram. Kx1 bərabərdir, mc çıxılsın rho v j. İkinci üçün yazıram. Kx2 bərabərdir, mc çıxılsın 2 rho v j. Üçüncü üçün yazıram. Kx3 bərabərdir, mc çıxılsın 2 rho v j. Deməli, fikir verin. Bizim x-ləri tapanda, mən x-i buradan tapsam, x1 məsələn bərabərdir, mc çıxılsın rho v j bölünsün k. K onsuz da hər biri üçün eynidir. Əsas mənə maraqlı olan isə bu rho v j hissəsidir. Biz bilirik ki, əgər
belə deyək, bu cür ifadələrdən mən bunun qiymətini ən böyük almaq istəyirəmsə, onda gərək ρVJ bu qiyməti, ρVJ-nin bu qiyməti ən nə olsun? Kiçik olsun ki, qarşıdakı mənfi ifadəsinə görə deməli fərqin qiyməti ən böyük olsun. Onda belə çıxır ki, x1-in deməli tapanda v-si ən kiçik olan hansıdır? Birincidir. Birincidirsə deməli x1 daha böyükdür. Ona görə x1 digərlərindən daha böyük olur. x1 böyükdür. Digər ikisinin qiyməti isə nədir? Bir-birinə bərabərdir. Düzgün cavabımız olur da C variantı. Sonra deyək ki, nöqtə V küy yükünün, mənfi küy yükünün yaratdığı elektrik sahəsinin A və B nöqtələrindəki intensivliyinin modulları arasında hansı münasibət doğrudur? Deməli, mən intensivliyi tapmalıyam. İntensivlik biz bilirik ki, Y bərabərdir. Y bərabərdir. K2 bölünsün R kvadrat ifadəsi ilə təyin olunur. Birinci üçün yazsaq, YA üçün yazsam, YA bərabərdir. K modulda mənfi 2 bölünsün. Bunlar bu ikisi də moduldadır bu ifadələr. A-ya qədər olan məsafə 2R-dir. 2R-in kvadratı 4R-in kvadratı. YB bərabərdir. K modulda mənfi 2 bölünsün. B-yə qədər məsafə də R-dir. R-in kvadratı. Buradan nə görünür? Buradan görünür ki, YB YA-dan düz 4 dəfə nədir? Daha böyükdür. YB bərabərdir 4YA. D variantı. Sonra nə deyir? Deyir ki, 47-ci sualda sürtünməsiz deyirlənən R radiuslu diskin O mərkəzinin yerə nəzərən sürəti V-yə bərabərdir. A nöqtəsinin yerə nəzərən sürəti nəyə bərabərdir? Burada fikir verirsinizsə, bizim O mərkəzinin yerdən olan məsafəsi 1 radiusa bərabərdir. A-nın yerdən olan məsafəsi isə 2R-ə bərabərdir, 2 radiusa bərabərdir. Biz bilirik ki, fırlanan disklərdə sürət radiusla düz mütənasib asılıdır. Onda yazıram ki, VO bölünsün VA bərabərdir, RO bölünsün RA. Buradan VO V'dir, bölünsün, VA-nı axtarıram. RO R'dir, RA isə 2R'dir. VA bərabər olur buradan 2V'yə. Düzgün cavab A. Daha sonra mənə nə deyir? Deyir ki, şəkildə təsvir edilmiş F qüvvəsi hansı qüvvədir? Burada görürük ki, bir cisimdir, ipdən asılıb və tarazlıq vəziyyəti ətrafında hərəkət edir. Həmin ipdə yaranan bir gərilmə qüvvəsi olur. Cisim ipdən asıldığı üçün həmin cisim ipi gərirmiş kimi təsəvvür eləyin və bu zaman ipdə bir gərilmə qüvvəsi yaranır. Həmin verilmiş bu F qüvvəsi də eləməz gərilmə qüvvəsidir. Daha sonra 49-cu sual, bu test toplusunda, yəni dimin test toplusunda olan sualdır. Bizə deyir ki, ABCD trayektoriyası üzrə hərəkət edən cismin getdiyi yol yer dəyişməsindən neçə dəfə çoxdur? Cismin getdiyi yol trayektoriyanın uzunluğudur. Bizim trayektoriya ABCD trayektoriyasıdır. Deməli, yol 5, 6 və 3 cəminə bərabərdir. L bərabərdir burada. Deməli, 14 metr. Bəs bizim yer dəyişmə nə qədərdir? Gəlin yer dəyişməni də tapaq. Yer dəyişmə isə cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bizim başlanğıc nöqtəmiz A, son nöqtəmiz D-dir. Onda mən A ilə D-ni birləşdirirəm burada belə. A ilə D-ni birləşdiririk. Daha sonra buranı bu şəkildə düzəltsək, bir düzbucaqlı üçbucaq yaranır sanki burada. Düzbucaqlı üçbucaqlardan birinin kateti 6, digəri isə bura 3, bura 5-dir, ümumi bura 8 eləyir. Onda mən AD-ni, yəni yer dəyişməni tapsam, kökün altında 6-nın kvadratı plus 8-in kvadratı verir mənə 10 metr. Deməli, bizim yol 14, yer dəyişməmiz isə 10 metrdir. Məndən nə soruşur? Neçə dəfə çoxdur? Dəfə deyirəmsə, L bölünsün S bərabərdir 14 bölü 10-dan eləyir 1/4. Yəni D variantı. 50-ci suala baxırıq. Deyir, gəminin çayın axını istiqamətindəki sürəti 25 km/saat, axının əksi istiqamətindəki sürəti isə 14 km/saatdırsa, çayın sürətini tapın. Deməli, axın istiqamətində gedirsə, V qayıqla V çayı mən toplayacağam. Çünki yerə nəzərən sürət tapılanda, eyni istiqamətdə hərəkət varsa, bunlar toplanır.
Əks istiqamətdə hərəkət varsa, ikisini bir-birindən nə edirik? Çıxırıq. Bu sistem tənliyi həll etsək, qarşılıqlı toplasaq bunları, 2V qayıq bərabər olur 39-a. V qayıq bərabər olur, deməli neçə olur bu? 19 onda 5-ə. Deməli 19 onda 5 kilometr bölünsün saatdır qayığın sürəti. Buradan məndən nəyi soruşur? Çayın sürətini. Çayın sürətini də tapsam, istənilən iki ifadədən tapa bilərəm. 19 onda 5-dən, tutaq ki, aşağıdakı ifadəyə əsasən çıxıram 14-ü. Qalır 5,5 kilometr bölünsün saat. Düzgün cavabımız olur C variantı. Burada nə deyir? 51-də deyir ki, bərk cismi 20 dərəcə temperaturlu suya daxil etdikdə sistemin qərarlaşmış temperaturu 60 dərəcə olarsa doğru fikirləri müəyyənləşdirin. Deməli, bərk cismin temperaturu T1 20 imiş. Sonra qərarlaşmış temperatur, yəni bu bərk cismində temperaturu belə deyək, 60 dərəcə olur. Daha doğrusu, üzr istəyirəm, məsələdə mən səhv oxudum şərtini. Məsələdə bizə deyir ki, bərk cismi 20 dərəcə temperaturlu suya daxil edirəm. Bizdə suyun temperaturudur bu. Bu T sudur. Suyun temperaturunu bizə verir və deyir ki, cismi daxil etdikdən sonra ümumi temperatur 60 dərəcə olur. Bəli, T qərarlaşmış olur 60. Ona deyir hansı ifadələr doğrudur. Bərk cismin molekullar arasındakı məsafə artır. Baxın, əgər başlanğıc halda suyun temperaturu 20 idisə, cismi daxil etdikdən sonra suyun temperaturu olursa 60. Bu nə deməkdir? Bu deməkdir ki, daxil edilən cisim qızdırılmış bir cisimdir. Yəni, onsuz da temperaturu kifayət qədər böyük olan cisimdir. Temperaturu çox olan bir cismin molekulları arasındakı məsafə çox böyük olur. Bunun səbəbi də odur ki, temperaturun təsiri ilə molekulların istilik hərəkətinin orta kinetik enerjisi artır. Orta kinetik enerji də birbaşa sürətdən asılıdır. Onda molekulların sürəti də artır. Molekulun sürəti artırsa, deməli molekullar arasında olan məsafə də get-gedə böyüyür. Ona görə elə artılan o cismin özünün molekullar arasındakı məsafə böyük imiş, çox imiş. Və biz suya daxil edəndən sonra onun temperaturu əksinə azalır. Yəni, bərk cismin temperaturu əksinə azalır. Çünki bərk cisim öz artıq olan temperaturunu ötürür suya və müəyyən bir müddətdən sonra orada istilik mübadiləsi baş verir, temperatur bərabərləşir. Temperatur bərabərləşir və hər ikisinin, yəni həm mayenin, həm də bərk cismin temperaturu eyniləşir. Buna da deyirlər qərarlaşmış temperatur. Ona görə bərk cismin molekullar arasındakı məsafə artır məsələsi burada düzgün məsələ deyil. Bərk cismin molekullar arasındakı məsafə azalır, bəli. Molekullar arasındakı məsafə azalır, çünki niyə görə? Qızdırılmış cisim öz temperaturunu, öz istiliyini verdiyinə görə onlar öz temperaturunu azaldır. Bərk cisim öz temperaturunu azaldır və nəticədə molekulların orta kinetik enerjisi də azalmış olur, sürəti də azalmış olur və aradakı məsafə də ona uyğun olaraq azalır. Daha sonra nə deyir? Su molekullarının orta kinetik enerjisi artır. Bəli, su molekullarının orta kinetik enerjisi artacaq. Çünki suyu təşkil edən molekulların temperaturu artır. Temperaturun artması nəticəsində onların istilik hərəkətinin orta kinetik enerjisi də artır. Çünki orta kinetik enerji yadınızdadırsa 2-də 3 KT ifadəsi ilə təyin olunur. Birbaşa temperaturdan asılıdır. Əgər temperatur artırsa kinetik enerji artır. Orta kinetik enerji digər tərəfdən mv ortanın kvadratı bölü 2-dir. Onda orta kinetik enerji artırsa, avtomatik V orta da artacaq. V orta da artırsa, bu deməkdir ki, molekullar arasındakı məsafə də böyüyür. Deməli, su molekullarının orta kinetik enerjisi artacaq, bəli, düzgündür. Çünki suyun temperaturu əvvəlcə 20 idi, sonra qərarlaşır, olur 60. Yəni, ikisinin temperaturu bərabərləşir. Bərk cisim öz istiliyini verir suya, su isə verilən istiliyi alır və yekununda temperaturun bərabərləşməsinə qədər bu proses davam edir. Deməli, düzgün cavabımız olur 2-3 C variantı. 52-ci suala baxırıq. Deyir ki, Mn cəryanlı naqilinə bir cism maqnit sahəsi tərəfindən təsir edən amper qüvvəsi hansı istiqamətdə yönələr? Bunu müəyyənləşdirmək üçün yenə biz sol əl qaydasından istifadə etməliyik. Sol əl qaydasına görə sol əlimizi elə tutmalıyıq ki, maqnit induksiya vektorları ovucumuza perpendikulyar istiqamətdə daxil olsun. Burada maqnit induksiya vektorlarını bizə fikir verirsə nöqtələr şəklində verib. Nöqtə isə nə deməkdir? Nöqtə olanda biz əlimizin üstünü görməliyik. Digər tərəfdən mənə cəryan mənbələrini verib, müsbət və mənfi qütb. Deməli, biz bilirik ki, cəryan mənbənin müsbət qütbündən mənfi qütbünə doğru gedir. Deməli, i-nin istiqaməti belədir. B-lər isə nöqtələrdir.
onda mən əlimi elə bir istiqamətdə tutmalıyam ki, 4 barmağım iğni, baş barmağım isə amper qüvvəsinin istiqamətini versin. Onda mən əlimi bax bu şəkildə 4 barmağımı tuturam. Baş barmağım isə belə bu şəkildə olur. Əlimin üstünü görürəm. Bunlar da B-dir. Və bu şəkildə bura F amper olur. Bu isə I cərəyan şiddətini göstərir. Düzgün cavab variantı şəkil müstəvisində aşağıya doğrudur. Bəli, şəkil müstəvisində aşağıya doğru. Deməli, D variantı olur. Sonra davam edirik 53-cü sualına. 53-cü sualda bizə deyir ki, işığın tam daxili qayıtmasının baş verməsi üçün hansı şərtlər ödənilməlidir? Deməli, işıq sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçməlidir. Bəli, işığın tam daxili qayıtma şərtlərindən biri məhz budur ki, işıq optik sıxlığı çox olan mühitdən optik sıxlığı az olan mühitə keçməlidir. Optik sıx mühit sındırma əmsalı böyük olan mühit deməkdir. Daha sonra düşmən bucağı tam daxili qayıtmanın limit bucağından kiçik olmalıdır. Xeyr. Düşmən bucağı əksinə qayıtma bucağının limit bucağından, tam daxili qayıtmanın limit bucağından böyük olmalıdır. Ona görə düzgün cavablar 1 və 4 olur. Sonra 54-cü suala baxırıq. Deyir, ipdən asılmış yük harmonik rəqs edir. Cədvəldə yükün müxtəlif zaman anlarına uyğun koordinatları verilmişdir. Yükün maksimal sürətini deməli metr bölünsün saniyə ilə ifadə edin. Fikir verin. Burada t bərabərdir 0 anında x 4 imiş. Deməli, t bərabər 0 anı nə deməkdir? T bərabər 0 anı hərəkətə başlayan andır. Yəni, başlanğıc vəziyyətdir. Başlanğıc vəziyyətdə sanki baxın bu cisim, elə bir ki, məsələn, ipdən asılmış bir cisim bu vəziyyətdə, yəni tarazlıqdan 4 sm məsafədədir. Deməli, bu kənar vəziyyətdən hərəkətə başlayır. Bura tarazlıqdır. Burada kənardır. Bu gələcək bu istiqamətdə belə. Gəlib tarazlıqdan keçib yenidən digər kənar vəziyyətə gedəcək. Fikir verin. 0,2 saniyədən sonra gəlir x-in 0 olduğu nöqtəyə, yəni tarazlığa. Bu kənar vəziyyət, bu da tarazlıq vəziyyət. Daha sonra zamanın 0,4 olan anında yenə cisim -4 sm olur. Yəni, bayaqki hərəkətinin əks istiqamətini elə bir bu hissəyə gəlir. Ondan sonra yenidən növbəti bir 0,2 saniyə keçir, gəlir tarazlığa, növbəti 0,2 saniyə keçir, əvvəlki vəziyyətinə gəlir. Deməli, bizim onda period, yəni hərəkət bir tam rəqsə sərf olunan zaman müddəti, deməli onda nə qədərdir? 0,8 saniyəyə bərabərdir. Çünki bir tam rəqs nə deməkdir? Bir tam rəqs cisim öz, elə bil ki, belə deyək, vəziyyətindən, yəni hərəkətə başladığı vəziyyətdən çıxır, bir dəfə digər başa gedir, yenidən əks istiqamətdə əvvəlki hərəkət vəziyyətinə qayıdır. Necə ki, çevrə üzrə hərəkətdə biz deyirdik ki, cisim öz başlanğıc nöqtəsinə yenidən qayıdır bir tam dövr ərzində. Burada da bir tam rəqs dedikdə öz hərəkətinə hansı nöqtədən başlayıbsa, həmin nöqtəyə yenidən qayıdır. Baxın, bu şəkildə biz periodu təyin etmiş olduq. Periodu müəyyənləşdirdik. Bizə nə? Maksimal sürəti müəyyənləşdir. V maksimal bərabərdir. Deməli, məndən V maksimalı soruşur. V maksimal bərabərdir 2 pi xm bölünsün t ifadəsi əsasında tapa bilərik. 2 vurulsun 3. Xm-in də qiyməti bizə 4 veribdir. 4 cm, onu da metrə çeviririk. 10 üstü 2-yə, -2-yə vururuq. T'miz də 0,8-dir. Bundan bu ixtisar gedər 0,2. Bundan bu ixtisar gedər 0,1. Deməli, alınır cavabımız 0,3-ü bölürəm 0,1-ə eləyir 0,3. Deməli, düzgün cavabımız olur 0,3 metr bölünsün saniyə. Növbəti sual. Növbəti sualımızda deyir ki, mütləq qeyri-elastik toqquşmadan sonra kütləsi 2m olan birinci cismin itirdiyi kinetik enerjinin kütləsi 4m olan ikinci cismin itirdiyi kinetik enerjiyə nisbətini müəyyənləşdirin. Gəlin biz əvvəlcə bu cisimlərin mütləq elastiki toqquşmadan, qeyri-elastiki toqquşmadan sonra hansı sürətlə hərəkət etdiyini tapaq. V' bərabərdir. Bunlar qarşı-qarşıya hərəkət edirlər. Qarşı-qarşıya hərəkət edəndə deməli 2m vur 4v da modulda yazaq, daha dəqiq olsun. Çıxılsın, deməli 2v vurulsun 4m bölünsün 2m və 4m'in cəmi 6m. Deməli, yuxarı bizə verir 8mv çıx 8mv.
Deməli, V'0-dır. Deməli, bu iki cisim bir-birlə toqquşurlar və sonra dayanırlar. Sürəti toqquşmadan sonraki sürət 0-a bərabərdir. Ona mənə deyir ki, birinci cismin itirdiyi kinetik enerji. İtirilən kinetik enerji isə cismin əvvəlki kinetik enerjidən toqquşmadan sonraki kinetik enerjisinin fərqidir. Yəni ki, görək biz əvvəl nə qədər idi, sonra nə qədər idi, nə qədər enerjini itirib. Bunu bu əsasda tapacağıq. Əvvəlki kinetik enerji birinci üçün tapıramsa, mv kvadratı böl 2-dən, m'in yerinə qoyuram 2m, v'nin yerinə qoyuram 4v, 16v'nin kvadratı bölünsün 2. Bura mənə verir 16mv'nin kvadratı. İkinci üçün isə əvvəlki kinetik enerjini tapanda mv kvadratı bölünsün 2-dən, deməli 4m vurulsun 2v'nin kvadratı 4v'nin kvadratı bölünsün 2. Burada bizə verir 8mv kvadratı. İtirilmiş enerjini tapanda y itirilmiş 1 bərabərdir. Deməli 16mv kvadratı çıxılsın. Sonraki kinetik enerji sürət 0-dır deyə 0 olur. Bərabərdir ilə 16mv kvadratına. İkinci üçün isə y itirilmiş 2 bərabərdir. 8mv kvadratı çıxılsın 0 eləyir 8mv'nin kvadratı. Mənə nə deyir? Nisbətini tap deyir. Birincinin ikinciyə nisbətini. 1 bölünsün 2 bərabərdir. 16mv kvadratı bölünsün 8mv kvadratı. O da bizə verəcək nə qədər? 2. Deməli, düzgün cavabımız olur 2. Burada isə bizə deyir ki, eyni materialdan hazırlanmış müxtəlif temperaturlu 4 ABCD cisimləri bir-birinə toxundurulmuşdur. Bu cisimlərdən digərinə istiliyin ötürülməsi istiqaməti oxlarla göstərilib, hansı mülahizələr doğrudur? Fikir verirsinizsə, burada D cismi, baxın bu D cismi, B-yə və C-yə burada istilik ötürüb. Deməli, bu cisimlərin içərisində ən böyük temperaturlu D cismidir. D-nin temperaturu B-dən böyükdür. Onda bu 4 düzgündür. Digər tərəfdən gəlin o birisilərə baxaq. Deməli, C-yə həm A buradan istilik ötürüb, həm B istilik ötürüb, həm D istilik ötürüb. Deməli, C isə ən kiçik temperatura malik olan cisimdir. Onda biz deyirik ki, C böyükdür D, xeyr, bu səhvdir. Çünki D C-yə istilik ötürüb. C böyükdür B, xeyr, bu da səhvdir. Çünki B C-yə istilik ötürüb. Digər tərəfdən B böyükdür A. Fikir verin, burada B istiliyi A-ya ötürübdür. Deməli, özündən böyük temperaturludur da ki, B-nin ötürdüyü temperaturu alır, istiliyi alır. Onda 5 də doğrudur. Və A böyükdür C. Bəli, A istiliyi C-yə ötürür. Deməli, C-dən daha çox temperaturu var ki, istiliyi ötürür. Ona görə də 1 də doğrudur. Düzgün cavablar olur 1, 4 və 5. Deməli, deyir ki, uyğunluğu müəyyənləşdirin. Cisim sərbəst düşür. Sərbəst düşən zaman nə baş verir? Ümumiyyətlə, sərbəst düşən bir cisim müəyyən bir hündürlükdən düşür də. Müəyyən hündürlükdən düşdüyünə görə bu cisim başlanğıc halda müəyyən bir potensial enerjiyə malikdir. Və ona görə də onun tam enerjisi elə cismin potensial enerjisinə bərabərdir. Y-kinetik isə 0-dır. Niyə görə? Çünki cismin başlanğıc sürəti yoxdur. Sərbəst düşür cisim. Sərbəst düşür. Aşağıya doğru gəldikcə bunun sərbəst düşdüyünə görə sürəti artır. Hündürlük isə, h isə azalır. Deməli, sürət artırsa kinetik enerji artır. Hündürlük azalırsa onda potensial enerji azalır. Digər tərəfdən biz bilirik ki, tam enerji kinetik və potensial enerjinin cəminə bərabərdir. Potensial azalıb kinetik artırsa onda tam enerjinin qiymətinə nə olacaq? Dəyişməyəcək. Tam mexaniki enerji dəyişmir, C gedir 3-ə. Artır. Kinetik enerji sürət artdığına görə artır. Potensial enerji hündürlük azaldığına görə azalır. Sürətin modulu, bəli, sürətin modulu artır. Yer səthindən olan hündürlük isə qeyd etdiyimiz kimi azalır. Ona görə də düzgün cavab olur 1 AD, 2 BY, 3 isə uyğun gəlir C'yə. Deməli, bu bizə situasiya sualımız var. Situasiya sualımızda isə deyir ki, şagird təməllərin ayrıcı və paralel birləşmə qanun uyğunluqlarını öyrənmək üçün şəkildə göstərildiyi kimi bir elektrik dövrəsi yazılır. Və K çarı hansı vəziyyətdə dövrənin ümumi müqaviməti ən böyük olar? Gəlin belə eləyək.
Birinci K açarının bir vəziyyətinə baxaq. K açarı bir vəziyyətində olduqda elə bil ki, gələn cərəyan gələcək buradan, keçəcək. Bu iki dənə lampanı yandıracaq, gələcək buradan və digər qütbə doğru hərəkət edəcək. Və burada aşağıya artıq açar bura açıq olduğu üçün aşağıdakı bu iki lampadan cərəyan keçməyəcək. Ona görə də bizdə cərəyan keçən lampalar bu ardıcıl birləşmiş iki lampa olduğundan ümumi müqavimət birinci halda lampalar ardıcıl birləşdiyi üçün və eyni müqavimətli lampalar olduğu üçün bunların ikisini biz toplayırıq. Olur 2R. Əgər 1 yox 2 halında olsa lampalar, buranı silək. 1 yox 2 halında olsa, onda gələn cərəyan gələcək, burada bölünəcək, hər ikisindən keçəcək və gedəcək digər qütbə. Burada isə görürsünüz ki, lampalar paralel birləşir. Artıq buradakı, yuxarıdakı lampalardan cərəyan keçmir. Ona görə 2 halında isə paralel birləşmə olduğu üçün R bölünür 2 olur. Hər ikisinin müqaviməti eyni olduğu üçün birbaşa R bölünsün 2 yazdım. Məndən də sualda soruşur ki, K açarının hansı vəziyyətində dövrənin ümumi müqaviməti ən böyük olar? Baxıram ki, 1 vəziyyətində ümumi müqavimət 2 vəziyyətindəkindən daha böyükdür. Özdəki 4 dəfə daha böyükdür. Ona görə 1 vəziyyətində dedik ki, daha böyük olacaq. Sonra deyir, K açarını 1 vəziyyətindən 2 vəziyyətinə keçirəndə ampermetrin göstərişi neçə dəfə dəyişər? Dedik ki, K açarının 1 vəziyyətində ampermetrin, daha doğrusu müqavimətin qiyməti 2R idi. 2 vəziyyətinə gətirdikdə isə müqavimətin qiyməti oldu R bölü 2. Digər tərəfdən Ohm qanununa görə R bərabər U bölünsün I ifadəsinə əsasən mən bilirəm ki, şəkildə bizə vermişdi ki, U-nun qiyməti sabitdir. Yəni sabit gərginlik mənbəyidir. U sabitdirsə, onda deyə bilərik ki, R ilə I, yəni müqavimətlə burada cərəyan şiddəti bir-birindən tərs mütənasib asılıdır. Fikir verin, müqavimət burada nə oldu? 4 dəfə azaldı. Müqavimət 4 dəfə azaldısa, onda cərəyan şiddətində nə olmalıdır? 4 dəfə artmalıdır. Çünki tərs mütənasib asılıdırlar. Sonra deyir ki, K açarının bir vəziyyətində dövrədə ayrılan güc 2 watt olarsa, 2 vəziyyətində dövrədə ayrılan güc nəyə bərabər olar? Biz ümumiyyətlə dövrədə ayrılan gücü təyin edəndə P bərabərdir U kvadratı bölünsün R düsturuna əsasən hesablayacağıq. Niyə görə? Çünki bizim mənbə sabit gərginlik mənbəyidir. U-muz sabitdir. U sabit olduğu üçün bu ifadədən istifadə edirik. Buradan da görürük ki, P ilə R bir-biri ilə tərs mütənasib asılıdır. Onda P1-in P2-yə nisbəti R2-nin R1-ə nisbətinə bərabərdir. P1-imiz var 200, P2-miz axtarırıq. R2 R bölü 2 idi, R1 isə 2 R-ə bərabər idi. R-lər gedər, P2 bərabər olar